Bir izləyicimiz də soruşur ki, deyir 2017-ci ildə ailə qurduğu şəxsdən ayrılıb, deyir aliment kəsiblər 300 manat. İndi deyir yenidən şəxs, yəni ata müraciət edib məhkəməyə ki, aliment azaldılsın. İndi ayın 18-də məhkəmələri olacaq. Bilmək istəyir ki, və oğlanın indiyə qədər də deyir 5280 manat aliment borcu yaranıb. Xanım deyir ki, bu halda alimentin azalması kimi bir ehtimal varmı? Qeyd etdiyimiz kimi qanunda alimentin artırılması kimi azaldılması hallarda nəzərdə tutulmuşdur. Amma azaldılması hallarında xüsusilə uşağın mənafiyi nəzərdə tutulduğuna görə, yəni əsaslı sübutlar təqdim olunmalıdır ki, şəxsin maddi vəziyyətində, səhhətində, yəni ciddi bir dəyişiklik olmalıdır ki, məhkəmə hesab etsin ki, əvvəlcə müəyyən olunmuş aliment məbləği yüksək məbləğdə olmuş bir məbləğdir və azaldılsın. Xanıma tövsiyə edirəm ki, ilk öncə məhkəməyə iddia ərizəsi xanıma tələb gəlmişdir, artıq məlum məsələdir, məhkəmə təyin olunub. Ona qarşı yaxşı bir etiraz ərizəsi yazsın, əsaslandırsın. Uşağın əslində heç o 300 manatla belə xərclərini ödəyə bilməməsini, eyni zamanda cavabdehin iddiaçının ona qarşı qaldırdığı iddia ərizəsinin nəyə görə əsassız olmasını əsaslandırsın, etiraz eləsin, məhkəmədə geçsin, bunu ifadə eləsin. Azaldıla bilərmi, yoxsa yox? Bildiyiniz kimi bu qərarı hakim qəbul edir, onun səlahiyyəti daxilində müşavirə sirridir. Amma yenə də deyirəm, azaldılma üçün əsaslar olmalıdır. Əgər hakim hesab etsə ki, əsas yoxdur, azaltmayacaq, hesab etsə ki, əsas var, hesab edirəm ki, cüzi bir məbləğdə azaldılmalar mümkündür.